Peyğəmbər ağlayır bir gün. Heç kəs cürət eləmir, soruşsun ki, ya Rasulallah, niyə belə ağlayırsınız? Çünki görürlər, çox qanı qaradır Peyğəmbər. Çox bərk ağlayır, çox ürəklə ağlayır. Salman orada olur, deyirlər ki, sən bəlkə bir əlac eləyəsən. Salman deyir, mən əlacı bilirəm, Fatiməni çağırın gəlsin. Peyğəmbər Fatiməni görəndə həmişə şad olur. Fatimə nə zaman Peyğəmbər Fatiməyə baxırdısa üzü gülürdü. Nə zaman Hüseynə baxırdı ağlayırdı. Həmişə. Salmana deyirlər, özün get çağır, bu ailəyə hamıdan yaxın sənsən. Deyir, gedir qapını döyür. Həzrət Zəhra soruşur ki, kimdir? Deyir ki, ey Peyğəmbərin qızı Salmandır gələn. Atavız Peyğəmbər çox şiddətlə ağlayır məsciddə. Gəlin köməyə. Çıxır Həzrət Zəhra, çadrasını giyinir, gedir. Salman deyir, gəlir dalıcan, baxır, görür ki, çadrası neçə yerdən yamanıb, yamayıb. Bir Salman ağlayır. Həzrət Zəhra soruşur ki, Salman niyə görə belə ağladın?